الحمد لله الذي بلغنا رمضان وجعلنا من الصائمين القائمين نحمده سبحانه ونشكره على نعمه التي لا تعد ولا تحصى ونشهد أن لا إله إلا الله وحده لا شريك له شهادة نرجو بها النجاة يوم اللقاء ونشهد أن محمدا عبده ورسوله أرسله رحمة للعالمين فبلغ الرسالة وأدى الأمانة ونصح الأمة فصلى الله عليه وعلى آله وصحبه ومن تبعهم بإحسان إلى يوم الدين. أما بعد فأوصيكم بتقوى الله وهي وصية الله للأولين والآخرين ولقد وصينا الذين أوتوا الكتاب من قبلكم وإياكم أن اتقوا الله. Əziz değerli kardeşler, ilk növbədə Allah'tan qorxmağı tövsiyə edirəm. Bu Rabbimizin hem bize hem bizden evvelki nesillere ettiği bir tövsiyesidir. Buyurur ki öz kelamında, biz sizden evvelki ehli kitaba tövsiye ettiğimiz kimi size de Allah'tan qorxmağı tövsiye edirik. Ve sonra necə görürsünüz, artıq Ramazanın demək olar ki yarısından çoxu gedib. Baxmayaraq bundan əvvəl hazırlaşırdıq onu qarşılamağa, istəyirdik gəlişini və gəlib elə gedir ki sanki heç olmuyor. Və günləri göz qırpımında bir-birini əvəz edir. Sanki demək istəyirsən ki yavaşla biraz. Ona görə də bu günlər, hansı ki fəzilətli günlər keçdikcə xeyir, bərəkət hansı ki Allah Taala bu günlərdə edib, o günlərdən insan ya faydalanır ya itirir. Özü hiss etsə də, hiss etməsə də. Və bu günlərin belə keçməsini Allah Taala bizə xatırlayıb əslində. Deməklə ki, Bəqərə surəsində əyyəmən mə'dudət xatırladı müsəlmanlara ki, o günlər hansı ki bu ayın günləridir, o günlərdə biz və ya o günlər hansı ki bizi məhrum edir və ya bizə mane olur yeməkdə, yeməyə, içməyə, mane olur şəhvətə, o günlər az günlərdir. Sayı bəlli olan günlərdir. Və o günlər tez gəlib gedəndir. Çünki ərəb dilində əgər bir şey sayılandısa, o tez gəlib gedəndir. Ona görə bədəvi ərəblər qədimdə elə ki Ramazanın 13-ü olurdu, deyirdilər ki Ramazan bitib. Çünki artıq demək olar ki 1/3 gedib Ramazanın. Və nə gedib artıq, itirilib. İstifadə edən istifadə edib, faydalanan faydalanıb, məhrum olan məhrum olub. Baxmayaraq bundan qabaq hamı arzulayırdı, dua edirdi ki Allah'ım bizi çatdır Ramazana, bizi ona yetişdir. Gəlişi ilə məscidlər dolmuşdu. İnsanlar axın edirdi məscidlərə, namazlara. Çalışırdı ki bu aydan bacardığı qədər fayda götürsünlər və arzulayırdılar ki bu aydan bacardıqları qədər faydalanacaqlar. Və bir də baxırıq ki, yəni 1/3 artıq yoxdur. Və gözləyəcək bizi bu 1/3 harda bir də qiyamət günü ki şahid olsun. Nə etmişik bu günlərdə, hansı əməlləri etmişik. Ümumən ömrümüz hamısı şahid olacaq bizə etdiyimiz əməllərə. Ona görə Allah Taala deyir ki, يَوْمَ تَجِدُ كُلُّ نَفْسٍ مَا عَمِلَتْ min xeyrin muhdara və mə amilət min su. O gün hər bir nəfs etdiyi yaxşı əməlində, pis əməlində hazır olduğunu görəcək qarşısında. Təvəddü ləv ənə beynəhə və beynəhu əmədən bəidə. Arzulayacaq ki, onu ilə onlar arasında uzun bir məsafə olardı. Və yuhəddirakumullahu nəfsə. Allah sizi öz nəfsindən çəkindirir. Vallahu raufun bil ibad. Allah bəndələrinə mərhəmətlidir, şəfqətlidir. Ona görə də Rəbbimiz qüdsi hədisdə xatırladıb bizə ki, bu nə etmişik bu əməllərdən o çıxacaq qarşımıza. Ya ibadi innəmə hiyə əməlukum. Bir şey, qullarım, bu sizin əməllərinizdir. Uhsihə ləkum. Onu sizin üçün sayıram. Thumma uvaffikum iyyəhə. Sonra sizin önünüzə, yəni tam olaraq qoyacam. Yəni qarşınıza çıxaracam. Fəmən vəcədə xeyran fəliyəhmədilləh. Kim xeyr taparsa Allah həmd etsin. Və mən vəcədə qeyrə dəlik. Kim bundan qeyrisini taparsa,
yəni xeyir tapmazsa, xeyirdən başqa bir şey görərsə, çıxarsa qarşısına fələ yəlumənlə illə nəfsə. Öz nəfsindən başqa heç kimi danlamasın. Ona görə hər kəs soruşsun özündən, öz nəfsindən. Bu günlərdə, mübarək, fəzilətli günlər, hansı ki, ondan bir hissəsi keçib gedib, o günlərdə Rəbbinin önünə çıxmaq üçün nə əməllər edib, nə hazırlayıb, o günlərdə nə tərk edib, o gecələri necə keçirib və o günlərin orucunun haqqını verib yoxsa yox, o günlərin orucunun savabını Allahdan umaraq tutubmu, o günlərin ibadətini, qiyamını, savabını Allahdan umaraq keçiribmi, həris olubmu ki, Allahın kitabını oxusun, həris olubmu ki, cəmaatla namazları bərabər yerinə yetirsin, həris olub ki, oruç tutduğunda qulağı da oruç tutsun, gözü də oruç tutsun, dili də oruç tutsun, qəlbi də haramlardan oruç tutsun. Yoxsa ki, o 1/3 gəldi, daxil oldu, getdi və ortada heç nə yoxdur. Sual verək ki, nə əməl etdik? Lakin o fəzilətli günlərin bir hissəsi getsə də, hələ də qabaqda qalıb. Ona görə Fudayl ibn İyad, eləcə də Həsən el-Basridən eyni məna ilə nəql olub bizə ki, rahiməhullah bir gün bir kişini görür, yaşlı bir kişini. Deyir ki, ona kəmətə aleyk. Deyir ki, neçə yaşın var? Deyir ki, 60 yaşın var. Deyir ki, ona فَأَنْتَ مُنْدُ 60 سَنَةً تَسِيرُ إِلَى رَبِّكَ تُوشِكُ أَنْ تَبْلُغ. Sən 60 ildir Rəbbinə doğru gedirsən, az qalıb ki, çatasan. Kişi deyir ki, İnnə lillahi və innə ileyhi raciun. Həqiqətən Allahdanıq, Allaha da qayıdacaq. Deyir ki, ona Fudayl, tə'ləmu mə təqul. Nə dediyimi bilirsən? Deyir ki, bəli. Dedim ki, İnnə lillahi və innə ileyhi raciun. Həqiqətən Allahdanıq, Allaha da qayıdacaq. Deyir ona ki, Fudayl ki, elə isə təfsiri nədir? Mənası nədir dediyimin? Kişi deyir ki, fəssirhu lənə ya Əbu Ali. Ey Əbu Ali, onu sən təfsir et mənə. Deyir ki, Fudayl ona, rahiməhullah, deməyin ki, innə lillah, həqiqətən Allahdanıq, yəni Allahın quluyuq. Və ona qayıdacaq. Mənası da budur ki, əgər sən bilirsən ki, Allahın qulusan və bilirsən ki, ona qayıdacaqsan, elə isə bil ki, dayandırılacaqsan. Və əgər bilirsən ki, dayandırılacaqsan, bil ki, səndən soruşulacaq. Və əgər bilirsən ki, səndən soruşulacaq, elə isə suala cavab hazırla. Deyir ki, kişi ona fəməl hilə, nədir cavab? Nədir çıxış yolu? Deyir ki, Fudayl rahiməhullah, yəsirə, rahatdır, asandır. Sonra deyir ki, tuhsin fīmə bəqiyə, yuğfəru ləkə mə məda və mə bəqiyə. Nə qalıb, onda yaxşı əməl et ki, keçmişdə olanın da, nə qalıb, onda da sənin üçün bağışlansın. فَإِنَّكِنْ أَسَعْتَ فِي مَا بَقِي. Əgər sən nə qalıb onda da pislik etsən, uxiddə bimə məda və mə bəqi. Keçmişdə olana görə də, nə qalıb da ona görə cəzalanacaqsın. Ona görə cəza alacaqsın. Ona görə müsəlman, hansı ki, bu ayın orucundan faydalanmaq istəyir, bu ayın orucunu tutub, bilsin ki, Ramazandan hələ də qalıb. Elə isə Ramazan gecələrindən, Ramazan gündüzlərindən nə qalıb o əməllərdən istifadə etməyə çalışmalıdır. Qənimət götürməyə çalışmalıdır. Ona görə bir neçə dayanacaqda dayanaq, baxaq necə istifadə edə bilərik o qalandan və nə qalıb ondan. Ən birinci bildik ki, 1/3 gedibsə, qalan nə qalıbsa, 2-ci 3/1, 3-cü 3/1 hansı ki, o ilə da bitir Ramazan, o əməlləri xatırlamalıyıq ki, onlardan bacardıqca faydalanaq. Ki, əzəmətli savablara sahib çıxaq, bağışlanaq və o dayanacaq bizə, nəfsimizə öyrətsin ki, bu ayın xeyri, bərəkəti hələ də istifadə etmək üçün açıqdır. Ən birinci, insan niyyətini düzəltməlidir. Ayın ortası olsa da, niyyətini düzəltməlidir ki, savaba nail olsun. Ən birinci düzəltməli olduğu nədir? Kişi
kişi yemək, içmək, hansı ki gətirir evinə, ailəsinə, qazanır bu Ramazan ayında, əgər niyyətini düzgün etsə, niyyətini etsə ki, evində oruç tutanlar var, onların orucunu açması üçün də ondan savab qazanır. Ondan savab əldə edəcək. O savab da elə belə savab deyil, əzəmətli savabdır. Oruç tutanın savabı qədər savab alacaq. Necə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, mən fattara saiman kənə ləhu mitləci. Kim bir oruç tutanın iftarını açdırsa, ona da onun mislində əcr var, savab var. Qeyrən lə yənqusu min əcri saimi şeyə. Lakin oruç tutanın savabından heç nə əskilməz. Ona görə də kişi ailəsinə əgər bu niyyətlə yemək gətirirsə, ruzi gətirirsə ki, onlar oruclarını açsınlar, rahat oruclarını tutsunlar bu ayda, iftar verənin hökmündədir o da. Əgər niyyəti düzgün olsun. Hətta qadın da, qadın əgər mətbəxində və fərq etmir o qadın kim olur olsun, ana olsun, həyat yoldaşı olsun, bacı olsun və ya qızın olsun, o qadın hansı ki səhərdən axşama kimi mətbəxdədir, yemək hazırlayır, gün çıxandan, gün batana kimi ailəsi üçün ki, onlar iftar vaxtı yemək yiysinlər rahat, bişirilən yeməklərin ləzzətini datsınlar, bu oruclarını rahat keçirsinlər. O qadın niyyətini düzəltsə ki, o bunu edir ki, oruç tutanlar orucunu açsın, ona görə savab var ona da. Ona görə qadın hansı ki mətbəxindədir, niyyəti ilə o savaba yiyələnir. Ona görə bəzi alimlər deyiblər ki, kişilərə Ramazan gündüzləri istəyirsənsə, qadınların da, yəni ailəndə olan qadınlar da faydalansın Ramazanın ibadətindən. Çalış, yemək üçün sifarişi verəndə qadınların əziyyətini nəzərə al. Növbə-növbə yeməklər tələb eləmə ki, onlar da Allahın kitabını oxumağa fürsət tapsın, ibadətlərini yerinə yetirməyə fürsət tapsın. Nə gəlib süfrəyə o ilə kifayətdən. Həmçinin dayanmalı olan dayanacaqlardan biri də hansı ki düşündürməlidir bizi. Necə bu aydan nə qalıb ondan fürsət götürə bilirik. Duaların qəbul olma saatı hansı ki itiririk onu. Bəli, duaların qəbul olma saatı hansı ki əksər insanlar itirir onu. O da səhur vaxtıdır. Səhur çağı. Sübh namazına yaxın bir vaxt, gecənin son 3də biri, o mübarək, fəzilətli vaxt. Hansı ki Peyğəmbər s.ə.v o vaxtın əhəmiyyəti üçün, eləcə də səhabələri o vaxtın əhəmiyyəti üçün qoruyublar o vaxtı. Və onlardan sonra gələn salihlər də o vaxtı ibadət biliblər. Sadəcə səhura qalxıb yemək bilməyiblər. Baxmayaraq, səhur yeməyi özü mübarəkdir. Özü ayrıca ibadətdir. Çünki Peyğəmbər s.ə.v səhurla fərqləndirib bizi başqa ümmətlərdən. Təsəhharu fə innə fis-səhuri bərəkə. Səhur edin, həqiqətən səhurda bərəkət var. Deməklə ki, ən gözəl müminin səhuru xurmadır və deməklə ki, Allah Taala bizim orucla digər əhl-i kitabın orucunun fərqi səhur yeməyindədir. Elə belə deməyib bunu. Deyib ki, bu ümmət onu ilə, o ibadətlə seçilsin. Niyə? Çünki səhur səbəbdir oruç tutanın gün ərzində qüvvətinin olmasına. Ona görə İmam Nəvavi rahimehullah bu hədisləri şərh edəndə deyir ki, bunda rəğbət var səhur yeməyini yeməyə. Rəğbətləndirir sallallahu aleyhi və səlləm və alimlər ittifaq ediblər ki, bu əməl müstəhəbdir, vacib deyil. Lakin bərəkət var onda. Və bəs edir ki, bərəkətinin olmasının səbəbi onu ilə oruç tutan qüvvətlənir gün ərzindəki orucuna. Rəğbətlənir oruca, qüvvətlənir və məşəqqət hansı ki oruç tutanda qarşılaşır, səhur onu azaldır. Ona görə də səhurun Peyğəmbər sallallahu aleyhi və səlləmin tövsiyə etməsində və təkidlə tövsiyə etməsində ən doğru olan məna budur. Həmçinin səhur yeməyi Peyğəmbər sallallahu aleyhi və səlləm unudulmuş sünnəsidir. Ona əməl edən Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsini dirildir. Və bəs edir, dedik ki, əhl-i kitaba müxalif olmaqdır və ümmət üçün xeyirdir. Həmçinin ikinci səbəb nə üçün səhur vaxtı itirilir və insanlar itirir o vaxtı və o vaxtı qorumaq lazımdır. Həmin vaxt istiğfar vaxtıdır. Bağışlanma diləmə vaxtıdır. Çünki Allah Taala mədh edib, tərifləyib o vaxtı Allahdan bağışlanma diləyənləri.
Vel mustaghfirine bil ashar deyir Allah Taala. Səhər vaxtı Allahdan istiğfar istəyənlər, yəni bağışlanma istəyənlər. İbn Kəsir rahimehullah deyir ki, bu dəlildir ki, səhər vaxtı istiğfar diləmək fəzilətlidir. Ona görə Yaqub əleyhissalam o vaxtki övladlarını Allah Taala cəm edir onlar üçün və onlar peşman olurlar etdiyi əməllərindən, etiraf edəndən sonra etdiklərindən. Deyir ki, sallallahu aleyhi və səlləm, daha doğrusu deyir ki, əleyhissalam, Yaqub əleyhissalam, səvfə əstəğfiru ləkum Rabbi. Sonra sizin üçün Rəbbimdən bağışlanma diləyəcəm. Təfsir alimləri deyir ki, sonra, yəni gecikdirəcəm onu səhər vaxtına. Sonraya saxlamasının səbəbi səhər vaxtı o xeyri öz övladları üçün istəməsidir. Ona görə Süfyan-ı Səvridən nəql olub, bəzi əsərlərdə deyirdi ki, İnnə lillahi rihən. Allah Taala'nın bir küləyi var. Hansı ki, səhər vaxtı əsir və ya səhur vaxtı əsir və nə zikir varsa, nə istiğfar varsa, onu hökmdarların hökmdarına qaldırır. Həmçinin, nə üçün məhz bu vaxt önəmlidir? Çünki o vaxt dua vaxtıdır. O vaxt dua vaxtıdır və duaların bağışlanan vaxtıdır. Duaların qəbul olunan vaxtıdır. O vaxt dua rədd olunmayandır. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm işarə edib buna. Soruşulanda ki, ya Rasulallah, eyyid dua əsmə, hansı dua eşidiləndir? Yəni, Allah Teala hansı duanı eşidir? Deyir ki, cəvfil leylil əxir. Gecənin son boşluğu, yəni. Yəni, gecənin son üçdə biri, ən sonu. Sonra deyir ki, vədubra salavatul məktubə. Həmçinin fərz namazlarından sonra. Və bəs edir ki, Allah Teala gecənin son üçdə biri nazil olur. Bəndələrini bağışlamaq üçün, onlara istədiyini vermək üçün. Necə ki, sabit səhih hədisdə gəlib ki, deyir ki, dua edən varmı, duasını qəbul edeyim, istəyən varmı, ona vereyim, sığınacaq diləyən varmı, ona sığınacaq verim. Ona görə müsəlman bu qalmış günlərdən bacardıqca istifadə eləməlidir, həris olmalıdır. Nə salih əməl var bu günlərdə, onları yerinə yetirsin ki, Ramazanın bu ayın fəziləti ilə uğura çatsın, dünya və axirəti üçün nicat tapsın. Həmçinin üçüncü dayanacaq bu ayda nə qalıb və sonuncu hansı ki, o ilə də kifayətlənəcək. Bu ayda istifadə etmək olduqca Allahın kəlamından, hansı ki, bu ayda nazil olub. Allahın kəlamı, Quran-ı Kərim, bacardıqca onu oxumaq, bacarırsansa xətm eləmək və həris olmalıdır müsəlman Allahın kəlamını bu ayda çox oxusun. Çünki sələflər bu ay girəndə Allahın kəlamına sarılırdılar. Hətta dərslərini saxlayırdılar. Lakin şərt deyil xətm edəsən. Yəni, vacib deyil xətm edəsən. Bacardığın qədər çox o. Və kimsə xətm edə bilmirsə, ona buna görə günah yoxdur. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləm rəğbətləndirib bu ayda onu çox oxumaq. Çünki özü çox oxuyardı. Gəlib İmam Buxarinin hədisində ki, Əbu Hüreyra radiyallahu anh deyir ki, Cəbrail Peyğəmbər sallallahu aleyhi və səlləmə ildə bir dəfə Quranı ərz edirdi. Və ölümünə yaxın Ramazanda, hansı ki, o ildə vəfat etmişdi, 2 dəfə ərz edib. Yəni, Cəbrail ona tədris edirdi. Qarşılıqlı Allahın kəlamını oxuyurdular, öyrənirdilər, öyrədirdilər. Və sələflər də bu yolu davam edib. Həris olub ki, Allahın kitabını Ramazanda çox oxusunlar. Ona görə gəlib nəqillər, bəzi nəqillər, yəni onlar bu ayda Allahın kitabını necə sarılırdılar. İbrahim Nəxəy nəql edir, Əsvaddan deyir ki, Ramazanın hər 2 gecəsində Quranı xətm edirdi. Və gəlib Qatədədən ki, 7 gündən bir xətm edirdi. Ramazanın sonlarına yaxın hər gecədə xətm edirdi, özü də 3 dəfə. Və gəlib Mücahiddən ki, Mücahid rahiməhullah Ramazanın hər gecəsi Quranı xətm edirdi. Və Mücahid özü deyir ki, Əli Əzdi Quranı Ramazan ayında hər gecədə xətm edirdi. Rabi İbn Süleym deyir ki, İmam Şafii Ramazan ayında Quranı xətm edirdi hər 3 gündən bir. Və gəlib Qasim İbn Hafız İbn Əsakirdən deyir ki, atam cemaat namazını və Quran oxumağı damiyyətdə edən idi. Hər cümə Quranı xətm edir. Yəni, həftədə bir dəfə xətm edirdi. Elə ki, Ramazan daxil olurdu, hər gün xətm edirdi. Ona görə də fürsət hələ də var, hələ də qalıb və nə itirilibsə, nə də səhlənkarlıq edilibsə, o naqisliyi aradan qaldırmaq
hələ də mümkündür və unutma ki, əməllər sonuncuya görədir. İbrət ən son edilən əmələ görədir. Ona görə Şeyx İslam İbn Teymiyyə deyir ki, ibrət sonluğun kamilliyinə görədir. Əvvəlin naqisliyinə görə deyil. Ona görə də bu mübarək ayın günləri hələ də davam edir. O günlər ki, hansı ki, hər günü cənnətin qapıları açıqdır. Ondan heç bir qapı bağlanmır. Hər gün cəhənnəmin qapıları bağlıdır. Ondan heç bir qapı açılmır. Şeytanlar bağlıdır. Və nəql olub bizə Əbu Musa Əl-Əşəridən radiyallahu anhudan ki, ölümünə yaxın daha çox səy göstərirdi ibadətdə, daha çox çalışırdı ibadətləri yerinə yetirməyə. Ona deyilirdi ki, ləv əmsəkt, bəlkə dayanasan, rafaqdə bi nəfsikə bə'də rif, bəlkə öz nəfsivə biraz yazığın gələr, yəni öz nəfsin üçün biraz yüngülləşdirəsən. Deyirdi ki, innəl xeylə idə ursilət fəqarabətir rə'səl məcrahə əxrəcət cəmiyyə mə indəhə. Deyir ki, at əgər çapılırsa, yəni at göndərilirsə qaçmaq üçün, yarışa buraxılırsa, elə ki, yarışın sonluğuna yaxın nə var gücü varsa onu sərf edir ki, gedib çatsın. Və deyir ki, vəlləzi bəqiyə min əcəli əqalli min dərik. Mənim ömrümdən qalan isə bundan daha azdır. Ona görə də nə qalıbsa ondan istifadə etmək lazımdır və bunda da ən gözəl nümunə bizə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Ramazan ayının son 10 günü yaxınlaşırdı, Peyğəmbər sallallahu aleyhi və səlləm izarını möhkəm bağlayırdı. Yəni, dünya və onun bərbəzəyindən kənarlaşırdı bir qırağa, gecələri dirildirdi, yaşadırdı, ailəsini də oyadırdı ki, gecələri ibadətdə keçirsin. Budur, bu ayın nə qalıb, yəni günlərindən, fəzilətli günlərindən istifadə etmək üçün kamil vasitələr, dayanacaqlar, xatırlamalar. Allah Teala'dan deyirəm ki, Allah Teala hamımıza kömək olsun bu fəzilətdən yararlanmaq üçün, bu qənimətdən nəsə pay götürmək üçün. Allah Teala bizdən etdiyimiz əməlləri, tutduğumuz orucları, ibadətləri qəbul etsin. Ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qorusun. Bizi eşidib faydalardan etsin. Əqulu mə təsmə'un və estəğfirullah li və ləkum və lisəyiril muslimin min kullidən fəstəğfiruh innəhu huvəl qafurrahim.